Daxili İşlər Nazirliyinin daxili qoşunlarının yaranmasının növbəti ildönümü münasibətilə Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov daxili qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Həmin gün daxili qoşunların baş idarəsində təntənəli mərasim keçirilib. Əlamətlər gün münasibəti ilə Nazir Prezident İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdırıb. Daxili qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün tədbirlər görüldüyünü bildirib. Daxili qoşunların ölkəmizin ərazi bütövlüyünü təmin edilməsində göstərdiyi şücaəti, Respublikamızın hər yerində ictimai asayişin təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edib. Nazir daxili qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun tərtib edilməsi barədə Daxili İşlər Nazirinin və Nazir müavini daxili qoşunların komandanının imzaladıkları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib. Tədbir bədii hissiyyə ilə davam edib.